Qızılın şəhərinin ən ideal ərazisində 2 və 9 saylı məktəblərə yaxın, mərkəzə yaxın bir ərazidə 3 otaqdan ibarət tam mülkiyyət kupça, yəni torpağın və evin kupçası olan belə bir həyət evi təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Qeyd etdiyim kimi, mərkəzə ayaqla 10 dəqiqəlik məsafədə 2 və 9 saylı məktəblərə yaxın, 2 saylı notariusa yaxın, texnikum deyilən, yəni kollecə yaxın, əla bir ərazidə. Geniş həyəti var, rahatlıqla avtomobil daxil olur. Kombisi var. Aça bilmədim qapısını. Bura zirzəmisidir, görürsünüz, qupquru. Həyətdir geniş, əla. Yerdən də kürsüsü var. Daxil olaq evimizə. Tam mülkiyyət kupça. Torpağın da, evin də kupçası var və gördüyümüz kimi heç bir pəncərə həyətə baxmır. Daxil olduq evə. Solda sanuzel qovşağı. Bütün aksesuarlar qoyulub. Qeyd etdiyim ki, evin istilik sistemi, kombi sistemdir, kombisi, radiatoru hər biri quraşdırılıb. Burada mətbəximizdir belə, açıq şəkildə, görürsünüz. Gözəl, geniş, işıqlı. İrəlilədik. Bir yataq otağımızdır. Onu da qeyd edim ki, evimiz şəxsi tikili ev olub. Uzun illər bundan əvvəl tikilmiş evdir. Yenidən restavrasiya olunub, təmir olunub və satışa çıxarılıb. 4 bir tərəf qoşadaşla tikilib. Keyfiyyətinə söz ola bilməz. Burada yerləşir. Daha bir otağımız. Otaq ölçüləridir, normaldır, təmirdir. Normal təmir olunub, səliqəli şəkildə. Burada isə yerləşir evimizin qonaq otağı. Baxın, belə bir səliqəli, işıqlı qonaq otağımız var. Sənəd, paket, kupça, torpağın və evin kupçası hazır əldədir və alqı-satqıya hazır şəkildə. Pəncərələrin qarşısı açıqdır, işıqlı evdir və ən əsası mərkəzə yaxındır. Qeyd etdiyim kimi, dəyərli izləyicilər, mərkəzə ayaqla 10 dəqiqəlik məsafədədir. 119 nömrəli avtobus yaxınlıqdan keçir. Bütün yaşayış obyektləri, dövlət əhəmiyyətli obyektlər hər biri yaxınlığında yerləşir. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlayırsınız. 050 521 41 88 mənim əlaqə nömrəmdir. 24 saat fasiləsiz olaraq zənglərinizə cavab verir. Əgər sizin də satışda əmlaklarınız varsa, buyurub bizə müraciət edirsiniz. Qısa zaman ərzində sizin əmlaklarınızın satılmasına köməklik göstərəcəyik. Dəyərli izləyicilər, evimizin satış qiyməti elanın başlıq bölməsində, yəni hər bir elanın başlıq bölməsində evlərimizin satış qiymətini qeyd edirik. Bu günə bu qədər.